Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram dostlar. Hər birinizi xoş gördük bu videoda. Millət, bu günlərdə trade eləyəcək əlbəttə ki. Bugün ayın 27-sidir uşaqlar. Artıq il yekunlaşır. İlk öncədən növbəti gələn ildə sizə uğurlar arzu edirəm uşaqlar. Məqsədlərinizi bir dəftərə yazın və onları addım-addım challenge-a çevirin və keçin uşaqlar. Yəni bu çox maraqlıdır. Həyat ümumiyyətlə bir challenge-a bənzəyir həqiqətən. Baxırsan ki, sən hədəflər qoymalısan və o hədəfləri keçməlisən və bu challenge arada uğursuz alınır. Yəni bu normaldır uşaqlar və bunu biz dərk eləməliyik millət. Həyat maraqlı olmalıdır, həyat sizin üçün dəyərli olmalıdır və millət sizin məqsədləriniz olmalıdır və həmən məqsədlərə çatmalısınız. Yəni özünüzə məqsədlər qoymalısınız və həmən məqsədlərə addım-addım getməlisiniz. Dovşan kimi bərk qaçmağa, ora-bura ziqzaq eləməyə ehtiyac yoxdur, tısbağa kimi getmək bəs eləyər. Həmişə biz görürük karikaturalarda. Deməli millət, bu günləri ilin sonuna bizdə düşdü. Dünənlər mən Forex-də bir əməliyyat açdım, bir lot həcmində, o da ki uşaqlar ilin axırına düşdü. 14 gündən bir çıxarışdı həmən fon hesabında və videolar paylaşanda həmən video buradadır, bundan öncə paylaşmışam. Baxın uşaqlar, belə momentlər millət, Telegramda paylaşmışdım mən bu əməliyyatı. Belə momentlərdə baxın, əgər mənim deyək ki, ilin sonuna düşüb və mən disiplinlə baxmışam millət. Yenə də deyirəm, bizdə təlimlər də var. Təlimə baxa bilərsiniz. Hansı ki, orada yəni bazara girməmək özü də bir prioritetdir və bazarda olmamaq özü də bir prioritetdir. Girirsən, görürsən situasiya yoxdur, gözləyirsən. Girirsən, situasiya yoxdur, gözləyirsən. Baxaq görək mən burada ümumiyyətlə nə vaxt ticarət eləmişəm. Uşaqlar, baxın 19 dekabrda mən əməliyyat açmışam. Axırıncı əməliyyatım 19 dekabr olub. Bugün ayın 27-sidir uşaqlar. Bu gün ayın 27-sidir və biz yenə də gəlmişik əməliyyat açaq və bu ilə də yəqin ki, bu ili sonlandıracağam. Gələn ildən də başqa hədəflər var, başqa məqsədlər var, yenə də challenge'lar, yenə də hər şey maraqlı olacaq uşaqlar. İlk dəfə kanalı izləyirsənsə abunə ol. Aşağıda da bütün sosial şəbəkələri saxlamışam. Təbii ki, sosial şəbəkələrdə də izləyə bilərsən və bizim şəxsi inkişaf kanalımız olan Milyoners kanalını da izləyə bilərsən. Burada isə bizdə trading uşaqlar və biz bu günləri trade eləyəcəyik, görək nə edə biləcəyik uşaqlar. OTC-lər daha çoxdur. Composite indeksə baxaq, görək necədir vəziyyət. İndidən elə bir ki, hiss eləyirəm ki, bazar maraqlı olacaq. Binary-də 2 dəqiqəli 200 dollar yox, 100 dollar həcmində bir əməliyyat açırıq burada uşaqlar. Nəyə görə açmışıq millət? Biz görürük ki, belə bir konsolidasiya gedir hal-hazırda burada flat deyək buna. Məsəl üçün bu bizdə binary olduğu üçün biz burada bir əməliyyat açırıq və fərqi yoxdur. Yəni trendin aşağı gedəcəyini düşünürük və burada biz bir əməliyyat açırıq. Bəli, əlbəttə ki, biz belə baxanda görə bilərik trend yuxarı gedirdi və burada qiymət dayanıb. Aydın olurmu? Burada hal-hazırda belə bir karovkanın içində hərəkət eləyir. Görək o karovkanı göstərə bilirəm mən sizə bir dəqiqə uşaqlar. Burada var elə bir şey, prямоугольник. Aha. Belə bir karovkamız var uşaqlar. Karovkanın içində biz hərəkət edirik. Aydın olurmu sizə? Yəni bu karovkanı mən gözlə gördüyüm üçün hal-hazırda bunu mən silmək istəyirəm. Çünki bu mənə burada gözümü çaşdırır. Və həmən bu karovkanın içində uşaqlar yenə də əməliyyat açmışam aşağı və düşünürəm ki, qiymət buradan aşağı hərəkət edəcək. 2 dənə də buradan açım, birdən bu əməliyyat çatmasa bu gəlsin, bunu götürsün. Birdən yuxarı qırsa nə olacaq? Uşaqlar yuxarı qırsa vəsə bizdə situasiya dəyişir. Yəni bizim planımız ləğv olunur və biz artıq başqa situasiya axtarırıq. Baxın, burada nətər olmalıdır? Fərqi yoxdur siz. Forex futures ora-bura fərqi yox. Mən sizə şamlardan danışıram. Burada əgər struktur pozuldusa, struktur təlimlərimiz YouTube-dadır. Baxa bilərsiniz. Yeni ildən bizim tam olaraq fon hesablarını keçmək üçün təlimlərimiz artıq çıxacaq və həmən təlimlər sizə təqdim olunacaq. Anons veriləcək uşaqlar. Tam olaraq fon hesablarını necə keçmək lazımdır, fon hesablarına necə işləmək lazımdır. Çünki bir ayrı sferadır. Görürsünüzmü? Gəldilər, bunu gördülər. Gözləyəcəm hal-hazırda heç nə eləmirəm uşaqlar. Birinci əməliyyatımız minus, ikinci əməliyyatımız da hələ ki minusdadır. Bir boss atdılar yuxarı. Görək bu koridorumuz bizim davam edir yoxsa yox. Əgər bizim koridorumuz qırılırsa biz artıq strategiyanı dəyişməliyik və yaxud da ki uşaqlar bu valyutadan gedirik. Çünki bizim məsəl üçün planlaşdırdığımız kimi qiymətimiz getmədi sadəcə və biz buradan getməliyik. Bizim artıq burada planımız işləmir. İndi gözləyək görək əməliyyat sonlansın. Əməliyyat necə olacaq? Çıxdı getdi yuxarı, heç. Bu long idi, konkret. Bəli, buradan görə bilərik ki, qiyməti yuxarı aparırlar, amma millət, yenə də deyirəm ki, binary olduğuna görə mən buradan dedim ki, bir aşağını bəlkə də götürərik. Amma gözləyək millət, çünki baxın, buralarda da eyni situasiyalar baş vermişdi. Aydın olurmu sizə? Bir dənə bunu artıraq, 200 dollar edək, bizim vaxtımıza nə qədər qalır?
600 dollar. Düşünürəm bu hələ gələcək. Prosta sadəcə short getməmişdən öncə bir order flow olmalıdır. Gəlməlidirlər, yığmalıdırlar, ondan sonra getməlidirlər. Burada həmən situasiya baş verə bilir və yaxud da ki, bizdə nə olur? Qiyməti götürürlər və basıb aparırlar yuxarı. Prosta biz sadəcə long gedirik. Uşaqlar, çox risk eləmək fikrim yoxdur. İlin sonudur. İndi görək, nə qazansaq qazanarıq, nə qazanmasaq qazanmarıq. Fon hesabında da mən biraz plus elədim. Baxın millət, mən 5 lot açsaydım, həmən o əməliyyat Telegramda bizdə paylaşılıb. Mən orada 5 lot açsaydım, dostlar, 1000 dollar pul götürərdim, düzdür? Amma mən 1 lot açdım və nəyə görə? Çünki uşaqlar, məndə orada 500 dollar hardasa çıxarış var və həmən o 500 dolları mən 200 dolların riski ata bilirdim. Və mən stop lossa 200 dollar qoymuşdum ki, birdən əgər mən minus eləsəm, yenə də mənim 100.300 dollar pulum qalır və həmən pulu mən çəkə bilirəm və mənə yenə də 100.000 dollar hesab verilir. Yəni mən yenə də 100.000 dollarlıq akkauntda trade eləyə bilərəm. Riski az eləməyimin səbəbi ilin sonu və ağıllı risk bölümüdür uşaqlar. Yəni bunlar çox önəmlidir. Siz orada məsəl üçün 5 lot açsaydın 1000 dollar qazanardınsa, deməli 5 lotun da stop lossu gəlib olacağı idarıca 500 dollar. Bu da o deməkdir ki, mənim hesabım 100.000-dən aşağı düşəcəkdi və mən yeni ilə sadəcə minusavoy akkauntla çıxırdım. Halbuki mən 500 dollar da olsa çıxarış eləyə bilərdim. Başa düşürsünüzmü uşaqlar? Aydın olurmu sizə? Yəni siz o pulu nəqdləşdirəndə siz görürsünüz ki 500 dollar 850 manat pul eləyir. Aydın olurmu sizə? Bir dənə hesablayın görün. Rəqəm sizi illüziyaya aparmasın. Burada məsəl üçün deyək ki 6400 dollar pul var, düzdürmü? Bu 6400 dollar bizim gözümüzə burada sadəcə 4 dənə rəqəm kimi görünür. Amma biz bunu real həyata çıxardanda düşünün, bu hardasa 10.000, 11.000 falan belə bir pul eləyir. Aydın olurmu sizə? Bu bir maşındır. Yəni bu pula, bu dəqiqədə maşınların qiyməti düşüb, özünüzə super bir dənə avtomobil ala bilərsiniz. Yəni söhbət Çindən getmir də, o köhnənin hörmətli maşınlarından ala bilərsiniz, hansı ki indi prosto motoruna görə qiyməti düşüb. Aydın olurmu sizə? Söhbət maşından getmir. Yəni demək istəyirəm ki, burada olan pula maşın almaq olar, torpaq almaq olar. Aydın olur sizə? Yəni o qədər də kiçimsəməyin, sizin burada 1000 dollarınız belə varsa, o pulu kiçimsəməyin. Çünki o pulu sən real həyata çıxardanda bu eləyir 1700 manat. 17 dənə yüzlük. Fikirləşə bilirsiniz? Yəni uşaqlar, illüziyaya qapanıb özünüzü aldatmayın. Baxın, bizdə birinci 3 dənə əməliyyatımız deməli minusla bağlanıb və bu birisilər hamısı görürsünüzmü? Sonradan açılan yenidən biz keçid aldıq və bizdə oldu belə bir situasiya. Aha. Biz plusdayıq. Hal-hazırda 200 dollar əslində qazancımız var. Uşaqlar, bu dəqiqə biz çıxıb getsək, 200 dollarımız var. 250 dollar qıcədə. 250 dollar. Gəlin biz belə eləyək, bir dənə də risk ataq. Buradan bir dənə risk atırıq yuxarı. 2 dəqiqə müddətinə 200 dollar. 2 dəqiqə müddətinə. Burada niyə 2 dəqiqədən çox oldu ki? 1 dəqiqə. 2 dəqiqə müddətinə, amma 2 dəqiqədən nəsə çox oldu elə bil, düzdür? Başa düşmədim. Biz nəyi düz eləmədik ki? Burada 2 dəqiqədir. Okey. Amma burada nəsə elə bil 2 dəqiqədən çox oldu axı. Nəysə. Uşaqlar, buradan biz açmışıq yuxarı. Konsolidasiyaya gedir hal-hazırda burada və burada bir sahə var. Aydın olurmu sizə? Bu sahə hələ ki işləyir, hələ ki qırılmayıb, amma qırılmayacaq deyilən bir şey yoxdur. Bunun qırılması üçün biz gərək həmən bu sahənin altında bağlanaq. Hardadır o bizdə? Qorizontalni urovень. Tak, qorizontalı biz atırıq bura. Biz gərək bu qorizontalın altına keçək və altda şam olaraq bağlanaq. O zaman biz artıq düşünə bilərik ki, bu gedişat başladı short getməyə. Sadəcə biz hal-hazırda görürük ki, uşaqlar burada böyük bir düşüş olub və heç olmasa qiymət biraz da bahalaşmalıdır ki, oradan satıcıların sayı çoxalsın. Amma yenə də deyirəm, burada hələ ki konsolidasiya gedir. Bu sadəcə konsolidasiyadır. Aydın olurmasa udalits. Biz buradan yenə də long açdıq, yenə də konsolidasiyaya uyğun long götürdük və hal-hazırda FVG doldurulur. FVG-nin doldurulmağı gəlib bizim bağlanan vaxta düşməsə yaxşıdır. Qaldırdılar, görürsünüzmü? Gətirdilər. Aha. Getdilər. Yığdılar mı görəsən? Yığdılar mı görəsən? Qəşəng bir plus idi. Gördünüz nətər oldu? Gəldi, bağlandı aşağıda. Aha. İndi bir dala bir korreksiyaya girəcək aşağı. Gözləyək. Yüngül bir dala korreksiyanı gözləyirik. Çünki burada bir açar deyirlər də buna. Bir dəqiqə mən bunu bir dənə tez qaldırım.
Demək biraz da qaldırın yuxarı, qalxacaq görəsən. Xəttlə bir-birinə dəymək bir iynə bir struktur və yaxud da ki, buradakı o polunu FVG-ni doldura bilərlər. Aha, girdilər. Gəlin biz burada uşaqlar. 3 dəqiqə məncə. Yəni 5 dəqiqə əməliyyat açıram uşaqlar. 1, 2, 400 dollar həcmində əməliyyat açıram millət. Gözləyirik əməliyyatın sonlanmağını görək əməliyyat necə yekunlaşacaq uşaqlar. Deməli uşaqlar, əməliyyatlarımız mükəmməl bir şəkildə plusla bağlanır. Baxın millət, bu Forex-də məsəl üçün biz buradan keçid almışdıq da, düzdür? Qırılmadan birbaşa. Buradan keçid aldıqda sizin konservativ stop lossunuz burada, bu sahədə, aqressiv burada dayanır. Aydın olurmu sizə? Çünki buradan yuxarı getsə mənasızdır, bu artıq buralara gedəcək. Amma sizin təkiniz də burada olur uşaqlar. Baxın, bu 2 dənə sahə var, bunlar. Bunlar vurulmalıdır və qiymət bura gəlməlidir. Biz hələ burada yenə də short əməliyyat axtara bilərik. Prosto mən istəmirəm. 2 dəqiqə görüm, riski azaldaq. Artıq xeyir deyil, normal xeyir deyil. Gəlin 2 dəqiqəlik bir dənə də əməliyyat açaq uşaqlar. Çünki burada hal-hazırda short situasiyadır və qiymət bura gedir. Bura qiyməti maqnit kimi çəkir. Yəni uşaqlar yuxarı gedə bilərmi? Siz deyirsiniz bura gəlir falan. Baxış bucağıdır. Mən düşünürəm ki, bunları vurmağa gəlir. Amma o demək deyil ki, bu mən düşündüyüm kimi olmalıdır. Bazar budur uşaqlar. Hərənin bura baxış bucağı fərqlidir. Bunu götürdü. Deməli 2 dəqiqəlik açmışıq biz. Gördünüzmü? 5 dəqiqəlik əməliyyat açdım. 5 dəqiqə ərzində bu qiymət o qədər də buradan uzaqlaşmadı. Aydın olurmu? Əgər bu longa çevrildisə, görürsünüzmü? Burada bizdə belə bir sahə var idi. Həmin bu sahədən yuxarı qiymətimiz getdi, düzdürmü? İndi bir korreksiyadan sonra əgər bizim qiymətimiz həmin bu sahənin də üstündə bağlanarsa, hal-hazırda bağlanacaq deyəsən, okey, super. Bir dənə aşağı korreksiyadan sonra mən long əməliyyat götürəcəm. Deməli belə 100 dollar indi keçid almaq tezdir. Biz korreksiyanı gözləməliyik. Yəni korreksiya olmalıdır. Baxın, görürsün burada kəsişmə nöqtəsi var. Həmin bu kəsişmə nöqtəsinə bizim şamımız gəlməlidir. Baxın, gəldi, hətta buranı da götürdü. Burada long əməliyyat axtarmaq daha məntiqə uyğun olar. Çünki bu hal-hazırda struktur pozğunluğu longu göstərir. Biz baxsaq əgər, məsəl üçün götürək bir dənə də horizontal xətt və xəttimizi atırıq sol boğazdan birbaşa və biz görürük ki, uşaqlar minusdur bu, biz görürük ki, bizim şamımız yuxarıda bağlanıb. Burada bir yüngül korreksiya gözləyib keçid almaq olar əməliyyata. Deməli, bizdə burada FVG zonası var. Böyük time frame-ə keçirdim, baxın. Bəli, bizdə burada FVG zonası var. Gəlin mən FVG-ni göstərim sizə. Birinci şamdan üçüncü şam hesablanır. Təlimlərimiz var. Keçin, baxın, millət. YouTube-dadır. Təlim papkanı da ayırmışıq təlim olaraq. Burada və bizdə burada. Aydın olurmu sizə? Baxın, bu şamla bu şamın arasında boşluq var, aydın olurmu? Və bu boşluq gec ya tez doldurulur. Bu o demək deyil ki, bu dəqiqədə doldurulmalıdır, amma 70%, 80% ehtimalla bu doldurulmalıdır hal-hazırda və ondan sonra biz buradan yenidən yuxarı əməliyyat aça bilərik. Amma bu burada bərkiyibsə uşaqlar, bu buradan yuxarı da gedə bilir, aydın olurmu? Reversal, prosto reversal, basır gedir yuxarı, aparırlar. Siz əməliyyatı qaçırda bilirsiniz. Sadəcə gözəl bir əməliyyat istəyirsinizsə, buranı gözləmək, onsuz da bu fırlanıb buraları bir yığmaq və yığdıqdan sonra rahat bir şəkildə əməliyyat açmaq olar. Biz belə baxdıqda tam olaraq trendin aşağı yönlü olduğunu görürük hal-hazırda və indi olan göstərici isə bizdə görürsünüzmü? Burada da sahə var idi, görürsünüz, biz atmışıq bu sahəni, kəsişmə sahəsi gəldi, kəsişmə sahəsinə dəydi və getdi öz işinin dalıca. Biz burada riskə 100 dollar ata bilərdik, amma atmadıq, heyf. Gözəl qalxış idi. Burada short pozisiya axtarmaq üçün keçid almaq lazımdır 15 dəqiqəlik time frame-ə.
Görürsünüzmü? Burada bu boyda boşluq qalıb. Boşluğa gələcəklər. Sadəcə burada bizdə sahə əmələ gəlməlidir və biz o sahəyə uyğun bir əməliyyat açmalıyıq. Bu da sahə kimi mən qəbul edə bilmərəm. 5 saniyəlikdə nə çəkdi orada? Heç bir şey çəkməyib. Tam dəqiq bilmək olmur. Qiymət qayıdırmı, qayıtmırmı millət? Belə siz baxın, burada da boşluq qoya-qoya gedir. Bu aqressiv şəkildə aşağı düşəcək. Sadəcə biz gözləməliyik, heç olmasa maksimum qiyməti, xətə deyəm, bunu artıraq da biz niyə görə 3 dəqiqə eləyəcək. Aha, bir dənə buradan götürürəm, $250. Və bizə $100 sivo minus olub da, düzdür. Niyə görə 250 elədim? Çünki gözəl bir əməliyyat olmalıdır bu və buradan götürmək olar. Çünki aqressiv şəkildə yuxarı qalxan qiymətin tez bir zamanda 50% düşmə ehtimalı. Burada Fibonacci var uşaqlar, baxaq. Sadəcə mən nəyə görə deyirəm? Məsəl üçün buradan bura görürsünüzmü? Trendovaya liniya. Bir dənə bundan götürüm. Məsəl üçün bax buradan bura qoyuram 50% görürsünüzmü? Və eyni bu boyda da buradır, baxın. Bura olmalıdır. Bəli, təxmini elə eyni boydadır və bu artıq geri qayıtmalıdır, çünki çox bahalaşıb. Mən indi Fibonacci-ni də götürsəm əgər, məsəl üçün, trendin başladığı yer buradır. Buradan çəkirəm təpəyə. Gördünüz 50%lər hara gəlir. Bunu sadəcə siz artıq trade elədikdə siz bunu gözlə görəcəksiniz. Necə ki mən görürəm və indi mən sizə bunu belə göstərirəm ki, uşaqlar, yəni bu belədir də, bunlar da sizə kömək eləyəcək. Çünki qiymət çox bahalaşıb. Bu qiymət biraz ucuzlaşmalıdır ki, burada alıcı qüvvəsi yaransın. Alıcı qüvvəsi isə bu Forex-də də belə işləyir. Eyni şeydir uşaqlar. Mən oradakı analizi burada eləyirəm və əməliyyat açıram. Sadəcə Forex-də bir də görürsünüz ki, bu H1 M15 şamları olur. Burada isə 15 saniyəlikdir. Fərqi yoxdur. Orada da bu struktur əmələ gəlir, burada da o struktur əmələ gəlir. Bu qiymət getdiyi kimi də reversalla aşağı gəlməlidir və buralarda 50%lərdə biraz korreksiya, buralardan artıq long əməliyyatlar axtarmaq olar. Aha, görürük ki, aqressiv şəkildə aşağı gəlir. $250 əməliyyat açmışıq. Hal-hazırda $62 xeyirlə belə bağlaya bilərəm, yəni. Bu dəqiqə mən bunu bağlasam, $62 xeyirlə bağlaya bilərəm əməliyyatı. Amma bizdə $100 bir dənə minus olub. Gözəl bir video alınıb uşaqlar. Zəhmət olmasa bəyənin videonu və şərhlərinizi bildirin. Maraqlıdırmı sizə belə təlim videoları? Görürük, gəlir uşaqlar, görürsünüzmü? Gəlirik biz 50%ləri görürük. Burada da retest zonasıdır, həm də retest zonasıdır. Baxın, bura gəlir. Bu o demək deyil, buradan bu dəqiqə uçacaq, xeyr. Order flow gözləmək lazımdır, hansısa bir toxunuş, hansısa bir struktur. Ondan sonra artıq hərəkət eləmək olar, çünki burada böyük bir FVG var, boşluq qoyub gediblər. Aqressiv şəkildə uşaqlar, bunu siz Forex-də, məsəl üçün M15-də belə bir strukturu götürəndə, burada görün neçə RR olur. Siz stopu atırsınız bunun altına və deyək ki, əməliyyatı açırsınız buradan. Stop bunun altına gedir və sizin ilk take-iniz məsəl üçün gedir bu de bura. Polnu take-i vurursunuz. Əməliyyatımız plusla bağlanır və balansımız $6870. Səhv eləmirəmsə balansda $6200 pul var idi. Çünki keçən dəfə biz $200 sevab qazandıq. Bugün isə biz $670 pul qazanmışıq. $600 deyək. Uşaqlar, video maraqlı idimi? Daha çox belə videolar gəlsinmi? Aşağıda şərhlərinizi gözləyirik. Nə soru-sualınız olsa Instagramda yazırıq və məlumat alırıq. Hər birinizə uğurlu il və bolca keş arzu edirəm uşaqlar. Növbəti ildə görüşərik. Hələlik.